TRIP layihəsinin icra çərçivələrinin elanı sülh prosesinin yeni mərhələyə daxil olduğunu göstərir. Avropa və Çin bu dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələrinə əlaqə yaratmaq istəyir. Ətraflı siyasi şərhçilərdən eşidəcəyik. İrandakı etirazlar fonunda İsraildən aksiyaçılara gözlənilməz dəstək gəldi. Hollanda küçələrə çıxan nümayişçilər İranda davam edən aksiyaların zorakılıqla yatırılmasından qarşı çıxdılar. Böyük qayıdış proqramı çərçivəsində işğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində layihələr həyata keçirilir. Laçın şəhəri 2 nömrəli tam orta məktəbdən xüsusi reportajımız var. Bu və digər xəbərlərin təfərrüatları az sonra ekranlara yaxın əyləşin. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəbərlərin saat 15 buraxılışı ilə qarşınızdayıq. Studiyada Roya Rafqızıdır. Azərbaycan insan haqlarını daim müdafiə edir. Bunu Pəncab hökumətinin insan haqları və azlıqları məsələləri naziri Ramesh Singh Arora Bakı təşəbbüs qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilən Hindistanda siqlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq mövcud reallıqlar adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə son dövrdə Hindistanda baş verən hadisələrə nəzər salsaq, mənzərə olduqca narahat edicidir. Bugün istər Kəşmir müsəlmanları, istərsə də Qucarət müsəlmanları bundan əziyyət çəkir. Xristianlar da eyni vəziyyətdədir. Son Milad bayramı ərəfəsində Hindistanda 700-dən çox hadisə qeydə alınıb ki, bu zaman xristian icmasına öz dini ayinlərini sərbəst şəkildə icra etməyə icazə verilməyib. Bugünkü tədbirlə əlaqədar olaraq Bakı təşəbbüs qrupuna öz təşəkkürümü bildirirəm. İcraçı direktoruna və Azərbaycan xalqına, xüsusilə də media nümayəndələrinə minnətdaram. Media nümayəndələrinin bu qədər geniş iştirakı göstərir ki, siz insan haqlarını daim müdafiə edən tərəfsiniz. Mənə bu imkanı yaratdığınız üçün hər birinizə təşəkkür edirəm. Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın açıqlamasına münasibət bildirib. Bu barədə o brifinqdə danışıb. Sülh yolunu seçən Ermənistan cəmiyyətinin əksəriyyətinin və TRIP çərçivəsində ticarəti inkişaf etdirmək çağırışlarını dəstəkləyən Türkiyə Xarici İşlər Naziri və bölgədəki bütün tərəfdaşlarımıza təşəkkür edirəm, deyə spiker deyib. Qeyd edək ki, Hakan Fidan yanvarın 15-nə keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanda 2026-cı ilin iyun ayında seçkilər keçiriləcək və bu proses sülh üçün mühüm mərhələ olacaq. Gördüyümüz budur ki, Ermənistan baş naziri Nikol Paşinyan hazırda ictimai rəylərdə liderdir. Onun səmimi şəkildə bu məsələdə göstərdiyi konstruktiv rolunu yüksək qiymətləndiririk. Bu yanaşma, bu iradə davam etdirilməlidir. Dünən Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək yerüstü dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib. Bu barədə bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədi ilə xüsusi dəmir yolu tikinti texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub. Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizinin tezliklə reallaşması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. TRIP layihəsinin icra çərçivələrinin rəsmi şəkildə elan olunması Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə daxil olduğunu göstərir. Sözügedən marşrutun icrası üzrə çərçivə sənədinin məhz bu məqamda qəbul edilməsi Zəngəzur istiqamətində prosesin ardıcıllıqla irəlilədiyini ortaya qoyur. Siyasi şərhçilərin fikrincə sənəd siyasi qərarın texniki mexanizmlərə çevrilməsi üçün hüquqi, institusional platforma yaradır. Həmçinin tərəflərin məsuliyyət bölgüsünü konkretləşdirir. TRIP Zəngəzur identikliyi eyni zamanda Azərbaycanın regional liderlik modelinin yeni fazasını əks etdirir. Ekspertlər deyirlər ki, mövcud geosiyasi şərait və tərəflərin maraqları bu layihənin həyata keçirilməsini qaçılmaz edir. Dəhlizin işə düşməsi regionda nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə, həmçinin strateji əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək. Bu baxımdan layihənin reallaşması ilə bağlı hər hansı ciddi şübhə yoxdur. Yanvarın 14-də bununla bağlı artıq Amerika Birləşmiş Ştatlarının
Amerika Birləşmiş Dövlət katibi ilə Ermənistan Xarici İşlər Naziri Vaşinqtonda ikinci bir sazişdə imzaladılar. Artıq konkret olaraq orada vəsaitlərin ayrılması da, nəzərdə texniki məqamlar da nəzərdə tutulub. Bu artıq demək olar ki, işlərin başlamasının birinci səhifəsi kimi bunu qəbul etmiyorlar Ermənistan tərəfdən. O ki qaldı Zəngəzur dəhlizinin reallaşmasında Azərbaycan tərəfi artıq çoxdan bu işləri görüb və bunlar da öz belə deyək də lazım olan işlərin hamısını yerinə yetirib. Bax, bu baxımdan mən düşünürəm ki, artıq Zəngəzur dəhlizinin reallaşması çox yaxın vaxtların işidir. Layihə dünya ölkələrinin də diqqət mərkəzindədir. Məsələn elə ötən gün Ermənistan və Almaniya TRIP layihəsinin həyata keçirilməsi nəticəsində açılan regional imkanları müzakirə ediblər. Belə danışıqlar vaxtaşırı müşahidə olunur ki, bu da layihənin geniş perspektivlərə malik olduğunu və beynəlxalq maraq doğurduğunu göstərir. Çin bu yol vasitəsilə Avropaya çıxmaq istəyir, bilirsiniz. Avropa eyni şəkildə Çinə heç olmasa Mərkəzi Asiya dövlətləri ilə əlaqə qurmaq istəyir. Amerika da indidən gəlib oturubdur o Zəngəzur dəhlizindəki o Avropa ilə Asiya arasında ticari əlaqələrə nəzarət eləsin. Avropanın müxtəlif dövlətləri konkret olaraq çalışırlar ki, bu və ya digər şəkildə hansısa formada o layihədə iştirak etsinlər. Yeri gəlmişkən, yəni doğrudur, o layihə belə deyək də, bir növ Azərbaycan, Amerika Birləşmiş Ştatları, Ermənistan üç tərəfli layihəsi kimi gedir. Amma istisna deyil ki, əvvəlcədən də qeyd olundu ki, orada müxtəlif dövlətlərin də şirkətləri bu və ya digər şəkildə iştirak edə bilərlər. Yəni bir növ nəzarət mexanizmi yox, amma hansısa qaydada onlar belə də hansı padrata, hansısa işləri görə bilərlər. TRIP layihəsi Zəngəzur dəhlizinin reallaşmasında Azərbaycanın rolu əsasdır. Ölkəmiz bu layihənin irəli sürülməsində və həyata keçirilməsində aparıcı tərəf kimi çıxış edir. TRIP marşrutunun icra çərçivəsi məhz Bakının yaratdığı yeni reallığın siyasi və iqtisadi ifadəsi kimi qəbul oluna bilər və faktiki olaraq Zəngəzur dəhlizinin beynəlxalq təminatlı formatda reallaşdırılması deməkdir. Bu mənada da deyə bilərik ki, artıq Zəngəzur dəhlizi mübahisə mövzusu deyil, qəbul olunan öhdəlikdir. Masyatson yeparxiyasının başçısı Gevorg Saroyan Erməni Apostol kilsəsinə qarşı iddia qaldırıb. Yerli mətbuatın informasiyasına əsasən o, Masyatson yeparxiyasının başçısı vəzifəsindən azad edilməsinin etibarsız sayılması və vəzifəsinə bərpa olunmasını tələb edir. Ərizə yanvarın 15-də Armavir vilayətinin 1-ci instansiya məhkəməsinə təqdim olunub və hakim Edgar Ovanesyan tərəfindən imzalanıb. Xatırladaq ki, bütün ermənilərin katolikosu Patriarx 2. Qaragenin fərmanı ilə Gevorg Saroyan Masyatson yeparxiyasının başçısı vəzifəsindən uzaqlaşdırılıb. Bunun səbəbləri arasında vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifələrini yerinə yetirməmə, həmçinin ruhanilərə təzyiq göstərilməsi yer alıb. İranın hüquq mühafizə orqanları terrorçu qruplarla əlaqədə və kütləvi ixtişaşlarda iştirakda ittiham olunan təxminən 3000 nəfəri saxlayıb. Bu barədə təslim məlumat verib. Qeyd edək ki, İranda ixtişaşlar dekabrın 29-da realın kəskin şəkildə ucuzlaşmasından sonra başlayıb və əksər böyük şəhərlərdə yayılıb. İran öz xalqından qorxur. Birləşmiş Ştatların BMT-dəki səfiri Michael Waltz bu fikirlə çıxış edib. Onun iddiasına görə İslam Respublikasındakı hakimiyyət əvvəlkindən daha zəifdir. Tehran dialoqa hazır olduğunu deyir, amma atdığı addımlar bunun əksini göstərir, deyə Vaşinqtonun rəsmisi bildirib. Michael Waltz Tehrandakı hökumətini hədə-qorxu ilə hökm sürməkdə və 10 illiklərdir yaxın şərqdə qeyri-sabit vəziyyət yaratmaqda ittiham edib. İranın vətəndaşlarına qarşı tətbiq etdiyi zorakılıq və repressiyaların artırılması beynəlxalq sülh və təhlükəsizliyə təsir göstərir. Bugün eşidəcəksiniz ki, bu belə deyil. Deyilənlər tamamilə səhv və yalandır. Məsələ ölkənin daxili işidir. İran xalqı İslam Respublikası tarixində heç vaxt azadlıqlarını bu qədər tələb etməyib. Ölkələrini sevən silahsız, dinç insanlar daha yaxşı gələcək üçün qanuni istəklərinin ardınca küçələrə çıxırlar. Bu bizim mesajımızdır. Prezident Donald Trump və ABŞ cəsur İran xalqının yanındadır. Nöqtə.
Amerika Birləşmiş Ştatları ilə İsrailin strategiyası yalan və şişirdilmiş rəqəmlər yaymağa, xarici müdaxilə üçün bəhanə yaratmağa əsaslanır. Bunu İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. Onun sözlərinə görə Tehran nə eskalasiya, nə də qarşı durma istəyir. Lakin birbaşa və ya dolayı yolla edilən istənilən təcavüz aktı nizamnamənin 51-ci maddəsinə əsasən qətiyyətli və qanuni cavabla qarşılanacaq. Rəsmi qeyd edib ki, ölkəsi dinc etiraz hüququ da daxil olmaqla insan hüquqları öhdəliklərinə tam sadiq qalır. İran xalqı ictimai asayişi qorumaq vəzifəsini yerinə yetirərkən maksimum təmkin nümayiş etdirib deyə İrəvani diqqətə çatdırıb. Son həftələrdə İran çoxsaylı günahsız mülki şəxsləri, təhlükəsizlik və hüquq mühafizə orqanlarının fədakar üzvlərini itirib. Gənclərimizin çoxu IŞİD-in törətdiyi vəhşiliklər nəticəsində baş verən zorakılıq aktlarında vəhşicəsinə qətlə yetirilib. ABŞ və onun əlaltıları, xüsusən də İsrail, ölkəmdə tökülən günahsız qanlara görə məsuliyyətdən yayınmaq iqtidarında deyil. 2025-ci ilin iyununda İrana qarşı 12 günlük müharibə ilə məqsədlərinə çata bilməyən Vaşinqton və Tel-Əviv indi eyni məqsədləri siyasi qeyri-sabitlik, daxili ixtişaşlar və xaos yolu ilə həyata keçirməyə çalışır. Tanış bir ssenari İraqdan Liviyaya və Venezuelaya qədər dəfələrlə istifadə olunub. Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkiyanla telefonla danışıb. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. İran prezidenti Pezeşkiyanla telefon danışığımızın nəticələri barədə qısa müddətdə sizə məlumat verəcəyik. Regiondakı vəziyyət son dərəcə gərgindir. Prezident gərginliyin azaldılması üçün səylərini davam etdirir. Bu yardım təkcə İran üçün deyil, bütün regionu üçün, regional sabitlik və sülhü üçündür. Rusiya cümlədən prezidentin səyləri ilə gərginliyin azaldılması üçün kömək göstərməyə davam edir deyə Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, bugün Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. İran rəsmiləri ölkədə davam edən etirazların arxasında xarici qüvvələrin, xüsusilə də İsrailin dayandığını iddia etdiyi bir vaxtda bu dəfə İsraildə diqqət çəkən mənzərə yaşanıb. Təl-Əvivin cənubundakı Holon şəhərində keçirilən mitinqdə İsrailli və İranlı fəallar İrandakı etirazçılara dəstək nümayiş etdiriblər. Aksiya Tehranla Vaşinqton arasında artan gərginlik fonunda baş tutub. Holonda toplaşan etirazçılar ictimai meydanda İsrail bayraqları ilə yanaşı inqilabdan əvvəlki İranın şir və günəş simvollarını da qaldırıblar. Meydanda İranın son şahının oğlu Rıza Pəhləvinin fotoları nümayiş etdirilib. Aksiya iştirakçıları İranda aylarla davam edən iqtisadi və sosial etirazların zorakılıqla yatırılmasına qarşı olduqlarını bildirərək İran xalqı ilə həmrəylik mesajlarını veriblər. Bu aksiyalar İran hakimiyyətinin İsraili etirazları qızışdırmaqda ittiham etməsinə baxmayaraq İsrail cəmiyyətində fərqli mövqelərin də mövcud olduğunu göstərir. Bugün burada bu mitingin təşkilatçılarından biri kimi İsrail xalqının İran xalqına dəstəyini göstərmək üçün iştirak edirəm. Bildiyimiz kimi İranlılar təxminən 3 həftəyə yaxındır ki, milyonlarla insan həyatını riskə ataraq İslam Respublikasına qarşı mövqe bildirmək üçün cəsarətlə küçələrə çıxıblar. Bu diqqətdən kənarda qalmayıb. İsrail xalqı sizin yanınızdadır. Biz hətta öz hökumətimizi də İran xalqını dəstəkləmək üçün mümkün olan hər cür addım atmağa çağırmaq üçün buradayıq. İran xalqına uğurlar arzulayıram və ağrınızı hiss eləyirəm. Sizə ürəkdən ən xoş arzularımı çatdırıram. Sizə dəstək olmaq üçün gəldim və ümid edirəm ki, bir gün yenidən İrana səfər edə biləcəm. Beynəlxalq müstəvidə açıqlamalar isə gərginliyi daha da artırır. İsrailin baş naziri Benyamin Netanyahu hökumətin İranda baş verənləri yaxından izlədiyini və dinc etirazçılara qarşı zorakılığı pislədiyini bildirib. ABŞ prezidenti Donald Trump isə bir tərəfdən İranlı etirazçıları dəstəkləyən mesajlar versə də, digər tərəfdən mümkün hərbi ssenarilərlə bağlı ritorikasını yumuşaldıb. Tehran isə Vaşinqton və Təl-Əvivi daxili proseslərə müdaxilə etməkdə ittiham edir. İranın ali rəhbərliyi etirazların xarici təsirlərlə yönləndirildiyini iddia edir. Dekabrdan bəri davam edən etirazlar təkcə İran daxilində deyil, region və beynəlxalq siyasətdə də ciddi qarşıdurma mövzusuna çevrilib.
Amerika Birləşmiş Ştatları prezidenti Qəzza sülh planının ikinci mərhələsinə rəsmi keçidi təsdiqləyib və Fələstinin Həmas hərəkatının tam tərk silah edilməsi ilə bağlı razılaşmanın əldə olunacağına əminliyini ifadə edib. Biz 20 maddəli Qəzza sülh planının növbəti mərhələsini rəsmi olaraq başladıq, deyə Donald Trump Trust Social sosial şəbəkəsində yazıb. O, yeni yaradılan Fələstin teknokratik hökumətini dəstəklədiyini vurğulayıb. Deyib ki, sülh şurasının sədri qismində şuranın ali nümayəndəsinin dəstəyinə malik olan və keçid dövründə Qəzza zolağını idarə edəcək Milli Qəzza İdarəetmə Komitəsini dəstəkləyir. 47-ci liderin sözlərinə görə bu Fələstin liderləri dinc gələcəyə sadiqdirlər. Trump həmçinin Misir, Türkiyə və Qətərin dəstəyi ilə Həmasda bütün silahların təslim edilməsi və tunellərin sökülməsi də daxil olmaqla hər tərəfli tərksilah razılaşmasından nail olunacağına əminliyini ifadə edib. Diqqətə çatdırıb ki, Həmas dərhal öz öhdəliklərini yerinə yetirməli, sonuncu İsraili girovun cəsədini qaytarmalı və gecikmədən tam tərksilah prosesinə başlamalıdır. Xatırladaq ki, Birləşmiş Ştatlar lideri Qəzza ilə bağlı sülh şurasının yaradıldığını elan edib. İspaniya Venezuelada böhranın həllinin xaricidən diktə edilə bilməyəcəyini açıq şəkildə bəyan edib. Xarici İşlər naziri Jose Manuel Alvarez bildirib ki, ölkənin gələcəyi yalnız Venezuelalıların öz qərarları, qarşılıqlı dialoq və demokratik proseslər əsasında formalaşa bilər. Venezuela üçün heç bir həll yolu kənardan, xüsusilə də güc yolu ilə tətbiq edilə bilməz. Yeganə çıxış yolu Venezuelalıların özünə məxsus olmalıdır. Dialoq, sülh və demokratiya yolu. Bu proses Venezuela xalqının iradəsinə və ölkənin təbii sərvətləri üzərində suverenliyinə hörmət əsasında aparılmalıdır. İspaniya həm hökumət, həm də müxalifətlə dialoqu dəstəkləyir. Çünki zorakılıq və özbaşınalıq üzərində nə gələcək, nə də ümid qurmaq olar. Paris müttəfiqlərini qorumaq və onlara yardım etmək üçün hərəkətə hazırdır. Fransa prezidenti Emmanuel Macronun bu açıqlaması Birləşmiş Ştatlar liderinin Qrenlandiyanı ələ keçirməklə bağlı hədəsinə yönələn açıq bir eyham kimi dəyərləndirilir. Yeltsin sarayı rəhbəri daha sonra ölkəsinin proseslərdəki rolundan da danışıb. Biz Fransalılar dünyada nə tamaşaçı, nə də şərhçiyik. Hər an qətiyyətli olmalıyıq. Avropanın ən effektiv ordusuna sahibik. Qitədə ən müstəqil və avtonom nüvə çəkindirmə potensialımız var. Hazırda bu misli görünməmiş bir gücdür. Son 9 il ərzində biz Avropa strateji muxtariyyətinin gücləndirilməsinin zəruriliyini ardıcıl şəkildə müdafiə etmişik. Başlanğıcda bunu əsasən tək başına edirdik. Lakin bu təklik heç vaxt bizi şübhəyə salmamalıdır. Arktikanın buzlaqları bu dəfə iqlim dəyişikliyi ilə yox, böyük güclərin siyasi rəqabəti ilə əriməyə başlayır. Qrenlandiya ətrafında yaranan gərginlik Birləşmiş Ştatların qlobal ambisiyaları ilə Avropanın təhlükəsizlik narahatlıqlarını üz-üzə qoyur. NATO daxilində gərginlik alyansın gələcəyi ilə bağlı sualları daha da aktuallaşdırır. Bu prosesdə Qrenlandiyanın özü isə açıq mövqe ortaya qoyaraq Danimarka, NATO və Avropa İttifaqı ilə birlik mesajı verir. Görünən odur ki, Arktika yaxın illərdə dünya siyasətinin ən həssas və həlledici meydanlarından birinə çevrilə bilər. 2026-cı ilin formalaşmaqda olan qlobal siyasi arenasında Birləşmiş Ştatlar yenidən əsas aktorlardan biri kimi ön plana çıxır. Yeni ilin ilk günlərində Venezuela prezidenti Nicolas Maduro'nun həbsi ilə Vaşinqton sərt və fəal xarici siyasət kursunu ortaya qoydu. ABŞ-nin diqqət mərkəzində olan növbəti ünvan isə Qrenlandiya oldu. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın Qrenlandiya bizə lazımdır açıqlaması siyasi dairələrdə rezonans doğurdu. Xüsusilə NATO üzvü olan dövlətlər bu bəyanata daha həssas yanaşmağa başladı. Çünki Qrenlandiya hazırda Danimarka krallığının ərazisi hesab olunur və Amerika Birləşmiş Ştatlarının mümkün hərbi müdaxiləsi alyans daxilində ciddi parçalanma riski yarada bilər. NATO üzvlərinin bir-birinə qarşı hərbi addım atması isə alyansın təməl prinsiplərinə ziddir. Vaşinqtonun milli maraqları ilə alyansın bütövlüyü arasında seçim edib etməyəcəyi sualları aktuallaşdığı bir vaxtda Ağ Evin sosial şəbəkələrdə paylaşdığı görüntü diqqət çəkib. Şəkildə Qrenlandiyanı simvolizə edən xizək yolu iki istiqamətə ayrılır. Biri günəşli ABŞ-yə, digəri isə qaranlıq və soyuq Rusiya ilə Çinə doğru uzanır. Bu təsvir Amerika Birləşmiş Ştatlarının rəsmi ritorikasında tez-tez vurğulanan Pekin və Moskvanın Arktikadakı maraqlarına açıq işarə kimi qiymətləndirilir. Rusiya tərəfi isə məsələyə
məsələyə nisbətən neytral mövqe sərgiləyir. Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Moskvanın Arktika bölgəsində sabitlik və qarşılıqlı etimadın qorunmasında maraqlı olduğunu bildirib. Prosesləri xüsusilə Avropa ölkələri diqqətlə izləyir. Bu fonda Fransanın Xarici İşlər naziri Jean-Noël Baronun mövqeyi xüsusi əhəmiyyət daşıyır. Qrenlandiya satılmır. O, Qrenlandiyalılara məxsusdur və gələcəyi Qrenlandiya və Danimarka hakimiyyəti arasında razılaşma ilə müəyyən ediləcək. Bir NATO ölkəsinin digər üzvünə hücum etməsi mənasız olardı və bu ilk növbədə ABŞ-nin özünün maraqlarına ziddir. Danimarka tərəfi də ehtiyatlı, lakin açıq mövqe nümayiş etdirir. Xarici İşlər naziri Lars Løkke Rasmussen Amerika Birləşmiş Ştatlarının Qrenlandiyanı əldə etməyə cəhd göstərə biləcəyini mümkün hesab etsə də, adanın sakinlərinin belə bir senari ilə razılaşacağına ciddi şübhə etdiyini bildirib. Bu fonda Qrenlandiyanın baş naziri Jens Frederik Nielsen də mövqeyini qəti şəkildə ortaya qoyub. Qrenlandiya Birləşmiş Ştatlara məxsus olmaq, bu ölkə tərəfindən idarə olunmaq istəmir. Qrenlandiya Birləşmiş Ştatların bir parçası olmayacaq. Biz bugün Qrenlandiyanı Danimarka krallığının bir parçası kimi tanıyırıq. Geosiyasi böhranla üz-üzəyik və əgər Birləşmiş Ştatlarla Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçərik. Eyni zamanda NATO və Avropa İttifaqını seçərik. İndi bölünmə vaxtı yox, birlik vaxtıdır. Lakin Qrenlandiya ətrafında baş verənlər yalnız diplomatik bəyanatlarla məhdudlaşmır. Artıq adaya hərbi kontingentin göndəriləcəyi ilə bağlı məlumatlar da yayılır. Bildirilir ki, Fransa, İsveç və Almaniya Qrenlandiyada hərbi qulluqçuların iştirakı ilə Arktika dözümlülüyü əməliyyatı adlı birgə təlimlər keçirməyə hazırlaşır. Bu təlimlərin məhz indiki həssas dönəmdə keçirilməsi isə suallar doğurur. Bu təsadüfdür, yoxsa Vaşinqtona ünvanlanmış siyasi mesaj? Avropa ölkələrdə sanki bir forumada indi prosesə qatılmaq istəyirlər. İndi bu təlimlər əslində bir gedişdir, bir manevrdir belə deyək. Və bununla da əslində Amerikaya mesaj vermək istəyirlər ki, Avropa Birliyi, Avropa İttifaqı Qrenlandiyanın Danimarkadan alınmasına maraqlı deyil. Əgər Avropa ölkələri Danimarka krallığına bir növ mənəvi, psixoloji, yaxud da hərbi siyasi dəstəyi bu cür hələlik ifadə edirlər. Amma düşünürəm ki, Amerika kəsin qərar versə, yəqin ki, istədiyinə nail olacaq. Qrenlandiya ətrafında formalaşan mənzərə təkcə bir ada üzərində nəzarət mübahisəsi deyil. Bu, 2026-cı ilin yeni geosiyasi reallıqlarının açıq göstəricisidir. ABŞ Arktikada mövqelərini gücləndirməyə çalışdıqca, Avropa ölkələri də həm diplomatik, həm də hərbi siyasi alətlərlə mövcud status quo-nun qorunmasına cəhd edir. Qrenlandiya isə bu böyük güclər arasında seçim etmək məcburiyyətində qalmamaq üçün Danimarka, NATO və Avropa Birliyi ilə birlik mesajını ön plana çıxarır. Artıq aydın görünür ki, Arktika bölgəsi yaxın illərdə böyük dövlətlər arasında rəqabətin əsas meydanlarından birinə çevriləcək. Bu rəqabətin hansı mərhələyə qədər irəliləyəcəyi, Vaşinqtonun milli maraqları ilə müttəfiqlərinin narahatlıqları arasında hansı balansı tapacağı isə hələlik açıq sual olaraq qalır. Qrenlandiya böhranı isə dünya siyasətində yeni qarşıdurma xəttinin hardan keçəcəyinə dair ilk ciddi siqnallardan biri kimi tarixə düşə bilər. Çin lideri Xi Jinping Pekində Kanada baş naziri Mark Carney ilə görüş keçirdi. Görüşdə tərəflər uzun müddətdir gərgin olan Çin-Kanada münasibətlərinin yaxşılaşdırılması imkanlarını müzakirə ediblər. Son 8 ildə Çinə səfər edən ilk Kanada baş naziri olan Carney kənd təsərrüfatı, enerji və maliyyə sahələrində əməkdaşlığa çağırıb. Tariflərlə bağlı isə görüşdən sonra hər hansı konkret qərar açıqlanmayıb. Kanada Çinlə münasibətləri normallaşdırmaq və yeni strateji tərəfdaşlıq qurmaq niyyətindədir. Biz ticarətimizi şaxələndirməli, yeni tərəfdaşlar tapmalı və ölkəmizə daha çox investisiya cəlb etməliyik. Əməkdaşlığımız əsasən təmiz enerji, kənd təsərrüfatı, çoxtərəfli diplomatiya, təhlükəsizlik və mədəni əlaqələr sahələrini əhatə edəcək. Ottawa Pekinlə praqmatik yanaşma əsasında yalnız ortaq maraqlarımız olan istiqamətlərdə birgə işləyəcək. Düşünürəm, bu səfər Kanada-Çin münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Böyük qayıdış proqramı çərçivəsində işğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində geniş miqyaslı layihələr həyata keçirilir. Bölgələrdə müasir standartlara cavab verən məktəblər mərhələli şəkildə istifadəyə verilir. Belə təhsil ocaqlarından biri də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdir. Bu məktəbdə şagirdlər üçün müasir təhsil şəraiti yaradılıb. Daha ətraflı Laçına ezam olunmuş xüsusi müxbirimiz Habil Aslanoğlu'nun reportajında.
İşğaldan azad edilən ərazilərdə təhsil infrastrukturu mərhələli şəkildə bərpa olunur. Görülən işlərin nəticəsi olaraq həmin bölgələrdə müasir standartlara cavab verən məktəblər mərhələli şəkildə istifadəyə verilir. Bu təhsil müəssisələrindən biri də Laçın şəhəri 2 nömrəli tam orta ümumi təhsil məktəbidir. Məktəb 2022-ci ildən fəaliyyət göstərir. 510 şagird yerlik təhsil müəssisəsində hazırda 173 şagird təhsil alır. Tədrisin təşkili üçün məktəbdə 19 müəllim çalışır. Məktəbimiz yüksək avadanlıqlarla doludur, oxumamızda bir çətinlik yaranmır. Ən sevdiyim fənlər fizika və ingilis dilidir. Gələcəkdə həkim olmaq istəyirəm. Ən çox sevdiyim fənlər informatika və riyaziyyatdır və gələcəkdə informatika mühəndisi olub Laçın şəhərində işləmək istəyirəm. Laçın şəhəri 2 nömrəli tam orta məktəbi digər təhsil müəssisələri kimi müasir tədris infrastrukturu ilə təchiz olunub. Binada 24 yerlik 9, 18 yerlik 5, 12 yerlik 4 sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbə hazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti mövcuddur. Məktəb çox yüksək maddi-texniki baza ilə təmin olunmuşdur. Məktəbdə müxtəlif fən kabinetləri fəaliyyət göstərir. Eyni zamanda məktəbimizdə fən kabinetləri ilə yanaşı STEAM otağı fəaliyyət göstərir ki, bu da bu dövr üçün olduqca əhəmiyyət daşıyan bir fən kabinetidir. Və düşünürəm ki, bu müasir şərtlər altında təhsil alan şagirdlər yəqin ki, Azərbaycanımızı həm ölkə daxilində, həm də ölkə xaricində böyük qürurla təmsil edəcəklər. Çünki onlar üçün burada hər bir şərait yaradılıbdır. Məktəbdə yaradılan müasir şərait şagirdlərin doğma yurdlarında keyfiyyətli təhsil almasına, bilik və bacarıqlarının inkişafına geniş imkanlar yaradır. Təhsil infrastrukturunun bərpası bölgədə sosial həyatın dirçəldilməsində mühüm rol oynayır. Vəkillər də ümumi təhsil müəssisələrinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə başa vura bilməyən şəxsləri üçün eksternat qaydada keçiləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Bu barədə məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinə məlumat verilib. Detalları xüsusi müxbirimiz Fidan Mədətova bizə çatdıracaq. Buyur Fidan, eşidək səni. Salam Rüya, mən qədər informasiyaları verdiniz. Bəli, yanvar ayının 31-də artıq eksternat qaydada bu il üçün imtahanların keçirilməsi nəzərdə tutulur və bir məqamı nəzərinizə çatdırmaq istəyirik ki, bu barədə məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən rəsmi məlumat verilib, bildirilib ki, artıq bugündən etibarən eksternat qaydada imtahanda iştirak eləmək üçün müraciətlər yekunlaşdı. Kimlər müraciət eləmişdi? Ümumi orta və tam orta təhsil bazasında təhsilini başa vura bilməyən şəxslər məhz həmin qaydada müraciət eləmişlər imtahanda iştirak eləmək üçün. İmtahanı isə bir daha vuruluruq. Yanvar ayının 31-də saat 11:00-da keçirilməsi nəzərdə tutulur və sual doğuran məqamlardan biri də budur ki, sərbəst, yəni eksternat qaydada imtahan nə deməkdir? Yəni məqsəd nədir həmin imtahanın keçirilməsində? Belə ki, hər hansı səbəblərdən ümumi orta və tam orta təhsil üzrə təhsil bazasını başa vura bilməyən şəxslər üçün müvafiq təhsil sənədini almaları istiqamətində yenidən buraxılış imtahanı keçirilir. Bu əvvəlki illərin məzunlarına aiddir təbii ki və həmin imtahan nəticəsində onlar əgər müvəffəqiyyət qazana bilərlərsə təhsili başa vurmaqla bağlı sənəd də əldə eləmələri mümkün olacaq. Bir də vurğulayırıq ki, çatdırdığımız informasiyalar məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin rəsmi açıqlamaları idi. Və bir məqamı da diqqətə çatdıracaq ki, bu il həmin imtahanda iştirak eləmək üçün 6000-dən çox namizədin müraciət elədiyi ilə bağlı informasiyalar var idi. Nələ ki, bizdən detallar bu qədər edir. Söz yenidən sizə ötürürük. Minnətdarıq Fidan, ətraflı informasiyaların üçün qeyd edək ki, bizimlə canlı bağlantıda xüsusi müxbirimiz Fidan Mədətova idi. 2025-ci il dekabrın 1 vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzla çalışan işçilərin sayı 1.797.400 nəfər olub. Onlardan 869.000 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928.400 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, muzla işləyənlərin 18,6% ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,2% təhsil, 14% sənaye, 8,5% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7% tikinti, 6,3% dövlət idarə etməsi və müdafiə sosial təminat, 4,5% nəqliyyat və ambar təsərrüfatı, 3,9% peşə, elmi və texniki fəaliyyət, 2,4% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3% maliyyə və sığorta fəaliyyəti, 14,6% isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki
ilin müvafiq dövrünə nisbətən 9,3% artaraq 1089 manat 20 qəpik təşkil edib. İqtisadiyyatın mədən çıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. Müşahidələr göstərir ki, bəzi bank və mağazalar şəbəkəsi istisna olmaqla demək olar ki, heç bir iaşə obyektində 1, 3 və 5 qəpiklər qəbul olunmur. Bu da haqlı olaraq vətəndaşları narahat edir. Onların fikrincə, qara qəpik adlandırılan xırda pulların alıcılıq qabiliyyəti olmadığı üçün istifadə də edilmir. Əməkdaşlarımız mövzu ilə bağlı araşdırması var, nəzər yetirək. Bugün hər birimizin evində istifadə etmədiyimiz onlarla 3 və 5 qəpikliklər mövcuddur. Nadir hallarda elə mağazalara rast gəlinər ki, orada satılan ərzaq və təmizlik məhsullarında xırda qəpiklər rol oynamasın. Əksərən böyük marketlərdə qiymətlərin 97, 25, 61 qəpik olaraq qeyd olunması insanları narahat edir. Iaşə obyektləri isə qalıq qəpikləri müştəriyə verə bilmədiklərini əsas gətirərək xırda qəpikləri qəbul etmir. Elə biz də çəkiliş apardığımız zaman iaşə obyektlərindən birinə yaxınlaşdıq. Mağazadan xırda qəpiklərlə saqqız almaq istəsək də satıcı pulları qəbul etmədi. Qarpızlı saqqız var. Yəni zəhmət olsun verərsiniz. Neçədir? 80. Aha. Belə. 80. Buyurun. Xırda qəpikləri götürmüşəm. Bunları götürmürsünüz? Yəni bunu mən müştəriyə verəndə müştəri yəni bunu qəbul etmir. Məndə başqası yoxdur axı, olardı. Yəni üzrsən. Belə deyim də, mən də bunu başqasına verə bilmirəm. Yaxşı, çox sağ ol. Artıq vəziyyət o həddə çatıb ki, kiçik nominallı pullardan istifadə insanlar arasında narazılıq yaradır. Heç kim qalıq kimi qaytarılan 1, 3, 5 qəpiklikləri götürmək istəmir. Çünki onu sonradan istifadə edə bilmirlər. Bir-iki dəfə vermişəm, ancaq götürməyib ki, buna nə eləyir ki? 1 qəpik, 3 qəpik olanda götürməyiblər. Biz götürməyib, bizim kassa icazə vermirlər falan. Bu dəqiqə həqiqətən elə bir şeyə gətiriblər ki, mövzuya. İnsan utanır. Bu dəqiqə, məsələn, mənim öz evimdəki qardaşım qəpiyi belə vermir mağazinə. Utanır. Deyir ki, mən onu vermirəm mağazinə. Nəinki 5 qəpik, qəpiyi belə bu dəqiqə vermirlər. Adicə verəndə kassirlər adama bir belə sifət üz cizgisi göstərir ki, mimikalar, yəni heç doğru bir şey deyil. O da bir qəpik. İqtisadçılar bildirirlər ki, Azərbaycanda qara qəpik adlandırılan xırda pulların alıcılıq qabiliyyəti olmadığından istifadə edilmir. Məsələn, 5 qəpiyə yalnız kibrit almaq olar. Ona görə də bu nominallardan geniş istifadə olunmur. Dövriyyədə olan kiçik nominallı pul vahidlərini həm xidmət, həm də satış obyektləri qəbul etməməsi qanunvericiliyə ziddir. Qanun dövriyyədə olan bütün əskinasların, eləcə də xırda pulları istisnasız qəbul edilməsini tələb edir. Onlar sırf istifadəsiz qalıblar. Niyə? Çünki iqtisadi reallıqdır ki, qiymət artdıqca, bu tək bizdə deyil, bu beynəlxalq tendensiyalarda da təsdiqlənib ki, bu kiçik xırda qəpiklərin istifadəsi və onların deməli xərcləri onların verdiyi xeyirdən daha artıq başa gəlir. Və belə olan təqdirdə də beynəlxalq təcrübəyə görə deməli ölkələr artıq öz hesablarına bu ziyanları öz boyunlarına götürərək müvafiq deməli qəpikləri dövriyyədə saxlamaq məcburiyyətində qalırlar. Çünki müəyyən ödəmələr olur ki, artıq bilavasitə həmən qəpik üzərindən ödəmələr həyata keçirilməli olur. Mərkəzi Bankdan isə RB24-də bildirdilər ki, hazırda ölkə ərazisində 1, 3, 5, 10, 20 və 50 qəpik olmaqla 6 nominal üzrə metal pul nişanları tədavüldədir. Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanunun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən investisiya, yubiley və xatirə pul nişanları ölkənin bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir. Bu baxımdan ictimai iaşə və digər ticarət obyektlərinin qanuni ödəniş vasitəsi olan metal pul nişanlarının qəbul etməmələri və ya onlarla hesablaşmalar aparmaqdan imtina etmələri yol verilməzdir və bu kimi hallar istehlakçıların qanunla qorunan hüquqlarının pozulması hesab edilir. Belə hallarla qarşılaşan vətəndaşlar istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər. Sözgedən hüququn pozulmasına görə təqsirli şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
2026-cı ilin yanvar ayının 1-nə Respublika üzrə uçotda olan 1.674.984 vergi ödəyicisinin 86,8%-i fiziki şəxslər, 13,2%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Bu barədə ARB 24-də Dövlət Vergi Xidmətinin İdarə Rəisi müavini Günel Bəhram qızı deyib. Onun sözlərinə görə 2025-ci ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9%, o cümlədən fiziki şəxslərin sayı 4,6%, hüquqi şəxslərin sayı 6,6% artıb. Yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 204.605 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,2% çoxdur. Həmçinin 2025-ci ildə 14.051 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7%-i yerli investisiyalı, 11,3%-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1%-i elektron qaydada qeydiyyata alınıblar. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi isə 96,5% təşkil edib. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyət, 1,1%-i isə kooperativ və sair formalarda yaradılıblar. Azərbaycanda 2025-ci ildə 153.261 nəfərə sürücülük vəsiqəsi verilib ki, bu da 2024-cü illə müqayisədə 207.085 nəfər və ya 2,13 dəfə azdır. Bu barədə Dövlət Statistika Komitəsinə məlumat verilib. Sürücülük vəsiqəsi verilənlərdən 103.311 kişi, 49.950-si isə qadın olub. Belə hörmətli izləyicilər, saatın əsas xəbərlərini burada yekunlaşdırıram. Diqqətinizə görə minnətdarım. Salamat qalın.